Deməli, 5555 test bankından əvəzlik mövzusunun yerdə qalan suallarını, 1200-dən sonraki yerdə qalan suallarını müzakirə edirik. Baxaq. Min 201-də burada T sözü var və sual versiyasındadır. Burada da T sözü var, lakin nöqtə ilə bitib, yəni nəqli versiyadadır. Would you ilə başlayır sual, təklif bildirir və cümlədə isn't var. Bunları nəzərə alaraq və hər birində də görürsünüz, yenə T sözündən istifadə edir. Yəni, bunları nəzərə alaraq biz artıq düzgün versiyanı səsləndirməliyik. Burada 1 və 2-yə uyğun olan variantlar istəyir sizdən. Bəzi testlərdə əksinə də verilir şərt. Burada isə bu strukturda göstərilir. İndi baxaq. Any harda gəlir? Ya inkar cümlədə, ya da sıradan sual cümləsində. Həmin o sual cümləsində any istifadə olunur ki, orada təklif, xahiş, təqdimat olunmasın. Deməli, 1, A və D üçün keçərlidir. Səbəbini izah elədik. Sonra some. Əgər verilmiş sual cümləsi təklif, xahiş bildirirsə, would-la başlayacaq. Və biraz bir qədər nəqli cümlədə gəlirsə, some yenə istifadə olunacaq. Deməli, olacaq B və C. 1 AD, 2 BC. Haradadır o? AD, BC deyə burada A variantı. Daha sonra devam edək. 1202-ci sual. Each of them olası passengers. Burada xəbər uzlaşmalarında problem var, uşaqlar. Burada tək xəbər, burada cəm. Sonra neither of these boys. Bu neither of olduğuna görə tək xəbər olar. Every özündən sonra of istəmir. Burada nə işi var? Every nə? Every ilə bir cümlə yarımçıqdır. Everybody falan versəydi yenə yaxşı idi. Bu da C variantıdır. Qrammatik baxımından da, tərcümə baxımından da. Sonra she is a very religious person and goes to church. 1203-də hər sözünü tərcümə edəcəyik. Ona görə every olacaq. Deyir o dini inanclı, namazında, niyazında deyirlər. Elə bir adamdır. Ona görə də hər bazar günü kilsəyə gedir. Every Sunday. Sonra 1204. Sual cümləsidir və inkar var. Əgər təklif, xahiş olsaydı, samla başlayardı. Burada olmadığına görə olacaq Y variantı. Hər ikisində. Any versiyası. Sonra 1205-də suala baxaq. Yenə sual cümləsidir. Və cümlə burada no var. Diqqətli olun. Sama burada gəlmə ehtimalı yoxdur. Konkret yox deməliyik biz bura. Əlbəttə ki, burada bir dənə no olacaq. Burada da sual cümləsi deyə bir dənə eyni yazacaq. Eyni və no, yəni B variantı. Sonra burada cümlədə gedişata baxın. İnkarlıq var. And by. Deməli, we don't have. İnkar sözdən sonra some gəlməz. Bir cümlədə 2 inkar olmaz. Eni gələcək. Deyir evdə un yoxdur. Get və al. Biraz al. Ona görə B variantı. Bu qədər. Sonra 1207-də inkar var. Ehtiyatlı olun. Və burada söz önüdür. Nə desəm? Görək, törəməyə ehtiyac varmı? Təbii ki var. Çünki isim verilməyib.
Nothing inkardır. Bir cümlədə iki inkar ola bilməz. İnkar sözdən sonra nə sam, nə də samın törəmələri gələ bilmir. Bunlar da sanki yarım qalacaq yazsam. Bu olacaq B variantı. İnkar var. Hər hansısa bir isim yoxdur. Deməli, törəməyə ehtiyac var. Bir cümlədə iki inkar olmaz. Ona görə imtina edirəm. Sam özü boş qalır. İnkar sözdən sonra nə sam, nə də samın törəməsi gəlməz. Ona görə C variantım. 1209-cu sualdan. My sister has a lot of mistakes in the text, but təzad var. Deməli, bir tərəf həqiqətən təsdiqdədir, digər tərəf inkar versiyadadır. I don't have. Və burada söhbət mistakes-dən getdiyinə görə ikinci dəfə mistake sözünü təkrarləməyə ehtiyac yoxdur. Aydın məsələdir ki, cümlənin birinci tərəfində isimdən istifadə olunubsa, ikinci tərəfdə onu təkrar yazmağa ehtiyac duyulmur. Ona görə də törəmələrdən bu dəfə imtina edəcəyik. İndi başqa nüansa baxırıq. İnkarlıq var. İnkar özündən sonra sam istəmir. Ona görə qalacaq eni ilə. Əgər burada əvvəlki cümlədə söhbət hansı isim haqqında gedir, onun məlumatı olmasaydı, o zaman biz eni və yaxud da eninin yanında hər hansısa bir törəməni avtomatik rahatlıqla verə bilərdik. Lakin burada isim var və isimin ikinci dəfə adı ümumi qaydada çəkilmir. Bu nöqteyi nəzərdən artıq eni yazıb dayanıram. Məsələn, siz orada variantlarda anything də verə bilər. Siz artıq o cəfəngiyata inanmayın. Düzgün deyil o. Getdik 1210-a. Have you taken off var uşaqlar. Not var. Have you taken? Burada isim birinci tərəfdə yox, ikinci tərəfdə gəlir. Ona görə törəməyə ehtiyac duymayacaq. Sonra inkar cümlədə sam gəlməz. İnkar cümlədə bir cümlədə iki inkar olmaz. Qalırsınız Y variantı ilə. 1211 inkar. İnkardan sonra sam gəlmir. Bir cümlədə iki inkar olmaz. İndi baxaq görək. Burada anybody-ni o zaman verərdim ki, ikinci tərəfdə bunun izahı verilməsəydi. Müəyyən qadınları nəzərdə tutur. Ona görə body'dən yox, any'dən istifadə edəcəyik. İnkar var. Təbii ki, bir cümlədə iki inkara ehtiyac yoxdur. İnkardan sonra sam və samın törəmələri gəlməz. Sonra, indi baxırıq nəyə? There wasn't in the street when the police arrived. Polislər gəlib çatanda hər hansısa bir kimsə. Any people biraz yaxşı səslənmir, çünki people topluluq bildirir. Wasn't isə təkdir. Enində desəm cümlə yarım qalır. Ya anything, ya anybody, ya anyone. Hər hansısa bir törəməyə ehtiyac duyuram bu cümlədə. D variantım. 1213. 1213-də nə deyir? Sual cümləsidir. Və isim var. Sıradan sual cümləsi olanda sam ehtiyac deyil, törəməyə ehtiyac duymuram. Burada da törəmə var. Yenidən istifadə edib dayanacam. Sıradan sual cümləsi və xəbər var. Deməli, törəməyə ehtiyac var ki, biz mübtədanın buraxıldığını görək. Sual cümləsidir, sıradan sual cümləsidir. İndi baxaq. Want to join our course. Kursa şəxs qatılar, yoxsa əşya? Təbii ki, kursa şəxs qatılacaq. Ona görə anything yox, anyone götürəcəyik. Sonra isn't. Paper isimdir burada.
Deməli, törəmələr, inkarlıq və inkar sözdən sonra samın törəmələri gəlməyəcək, qalacaq Y variantı ilə. There is water. İsim var burada. İsim olduğuna görə törəmələri çıxın uşaqlar. Burada da nan özündən sonra isim istəmir. Burada da inkar və yaxud da sual cümləsi deyil deyə enini yazmayacaq. Deməli, qalırıq B variantı ilə. Sonra 1217-ci sualda. Don't judge. Henry. Henry müraciət bildirir. Yourself-la verirsiniz, cümlə düzəlir. Kitabdır da, burada təkdir. Əgər kitab olunan şəxslər cəm olsaydı, yourself was verərdim. Sadəcə burada kitab olunan şəxs təkdir deyə yourself yazıb məsələni bitirirəm. Sonra 1218-də. Our soldiers defended. Our soldiers birlikdə gedir. They. Olacaq nə? Ne variant? Z'yə zəmsalqas verəcək. Has parked his car in front of mine. Kimsə mənim maşınımın önündə onun maşının qarşısında parking eləyib. Deməli, park eləyən şəxs canlı olacaq təbii ki. Kimsə nəysə, cümlə də nəqli cümlədir. Ona görə somebody səsləndirəcəm. Think-lə verməyəcəm, çünki bunlar əşya bildirir. Anyone, anybody də sual və inkar cümlədə gəlir. Ona görə avtomatik somebody ilə qalacaq. Sonra 1220-də unfortunately demişəm ki, inkar mənadır. I miss the bus. Heyif ki deyir, mən avtobusa çata bilmədim. Never mind, there will be. İndi burada nəyə diqqət edirsiniz? Bu avtobusdan başqası gələcək. Eyni sırf o avtobus gələ bilməz ki, düzdür. A-zəni imtina elətdirirəm, qalıram N-A-zəni. Yəni, tamam ayrı bir dənəsi də gələcək. Deyir, narahat olma, 5 dəqiqədən sonra bir də gələcək. Eyni avtobus gəlmir, axı başqa avtobus fırlanıb gəlir. Sonra 1221-də. May I use dictionary? I can't. Görürsünüz, burada isim yoxdur. Burada isə isim var. Bu olacaq bu. Biz tərcümə əslində o qədər ehtiyac yoxdur. Bir dənə nitq hissəsini təyin eləsəz, məsələ bitir. 1222-də. Burada isim var. Burada da mübtəda olmalıdır. Sonunda S olanlar demişdik ki, özündən sonra isim istəmir. Avtomatik ikiləri çıxın. He is working on his presentation olar. Ayla iz olmaz. İzlə we olmaz. Deməli 4-5 olanları uzaqlaşdırsam 1-3 qalacaq. Sonra 23-ə baxın uşaqlar. Bu a friend of mine, yours, theirs bunlar olar. Bunlar gəlməyəcək. İzlə də nə Z, nə də U işləmir. Bir dənə D variantı qalır. 1224-də. İnkar var, isim var. Və buradakı verilmiş isim cəmdədir. Ona görə tək olanları uzaqlaşdıracağıq. Mine özündən sonra isim istəmir. Feildən sonra da adlıq yox, obyekt gəlir. Ona görə D variantı. Sonra scissors cəmdir. Tək olanları uzaqlaşdıraq. To sözündür. Sözündən sonra adlıq yox, obyekt gələcək. B variantı.
See feildir. Feildən sonra adlıq gəlməz. Bu yiyəlikdir, bu da getdi. İkinci tərəf düzdür. İndi baxaq. Sual cümləsində törəmə sam. Bu biraz yaxşı səslənməyəcək. Bu da getdi. Burada da törəmə lazımdır. Törəməsiz verib. A variantıdır. Bax, burada isim var. Ona görə hers getdi, mine getdi. Çünki bunlar isimsiz gələnlərdir. Ona görə çıxıram. Feildən sonra obyekt gəlməlidir. Burada he-nin nə işi var bu ikinci tərəfdə? Burada da she-nin nə işi var? Yazırıq D variantına. This car belongs to and brother. Deməli, sözündən sonra she, we, I gəlməz. Və burada da isim var. Mine ilə uzlaşma pozulacaq. Götürəcək A variantını. Diqqət edirsinizsə, çalışdıqca tərcümə eləmirəm. Qrammatika ilə çıxıram vəziyyətdən. Qrammatika ilə vəziyyətdən çıxa bilməyəndə, seçim arasında qalanda, o zaman müraciət edə bilərsiniz tərcüməyə. O da təzad yarananda. Belə, yəni hələ ki qrammatik vəziyyətdə çıxa bilir. Demişdik ki, deməli, əvəzlik təyin olunarkən, şəxs əvəzliyi, verilmiş mübtədalardan biri birinci şəxsin təkində olarsa, o zaman avtomatik birinci şəxsin cəmi götürüləcək. Yəni, ənddən sonra yazılan şəxs birinci şəxsin təkidirsə, avtomatik cəmi, you verilirsə, yenə you şəklində olacaq. Yəni, sən desə sizə çevriləcək. Bura qədər probleminiz, çətinliğiniz yoxdur. Davam edeyim. Davam edebiliriz. Sonra 1230'da nə deyir uşaqlar? Give feildir. Feildən sonra nə gələ bilər? Təbii ki, obyekt əvəzliyi. Bu olacaq, bax cavab. Görürsünüz, hamısı şəxs əvəzliyidir. Bu da yiyəlikdir. Yiyəlikdən sonra birbaşa isim gəlməlidir. Artikl arada istifadə oluna bilməz. Sonra 1231-ci sual. Paul is writing a letter to və parents. Parents var deyə sonunda s olanları götürməyəcəm. Bir dənə his aktualdır. Özündən sonra isim də alır. İsim almaya da bilir. Ona görə gələcək. Sonra 1232-ci sual. Hurt when climbing a tree. John üçüncü şəxsin təkidir. Himself verin geçsin. Bax bu. 1233-də. During the meeting, Jane and Mary were talking. Jane və Mary iki nəfərdir. Onlar bir-birlərinin arasında danışır. İcazə. Bax, bu da D variantı. Əgər bunlardan sonra isim olsaydı, yiyəliklə verərdiniz. Bizdə burada orfoqrafik səhvədə yol verib. Bu heç vaxt cəmlənmir. My cousin cut. My cousin üçün şəxsin təkidir. Qadın da ola bilər, kişi də ola bilər. İndi bunun qadın kişi olduğunu ikinci cümlədən başa düşəcəm. He-dir. Ona görə himself. 1235-də Sarah və Tom xitab eləyir. Onlar. Bir dəqiqə. Yourself. Help yourself. Hə, özünüzə qulluq eləyin. Xitab eləyir. Cəmdir, xitab edəcək yourselves. Elə bir də mübtəda kimi verib. Əgər burada mübtəda olsaydı, hə, o zaman deməli burada themselves verərdik. Xitab olduğuna görə, xitab olunan şəxs tək olsa yourself, xitab olunan şəxs, yəni bir neçə şəxsdən ibarət olsa, o zaman yourselves verəcək. Don't burn. Əmr cümləsi. Əgər cümlə feillə başlayırsa, bu zaman mütləq əmr versiyasına gələcək. Baxacaq. Yourself, yourselves. Əmr eləyəndə burada ya tək olur, ya cəm. Hər iki versiya düzdür. Bəli. Sən özünü yandırarsan, siz özünüzü yandırarsınız.
I'm sure your daughter will enjoy. Sən qızın on her trip. Trip səyahətdir burada. Herself var mı? Bəli. Herself. We didn't buy. İnçardım. It. Burada neyvə sözü var. Sonunda es olanları uzaqlaşdırıram. For sözünüdür. Bundan sonra adlıq gəlməz. Deməli, B getdim. A getdim. We didn't buy it. Biz. Bizlə yourself uzlaşmır. Myself uzlaşmır. Qalır D variantı ilə. Görürsünüz, cümlələrdə müxtəlif nüanslar var ki, onlara uyğun olaraq mən hərəkət edirəm. Qəfildən neysə dəyişməyə ehtiyac yoxdur. I met my friend in October, but we didn't see. Mən deyir öz dostumu. Biz biri-birimizi görmürük, daha düzdür. Axırıncı deyir, oktyabrda görüşmüşük. 2 nəfər bir-birini görmür burada. Ona görə icazə verəcəm. Sonra 1240-cı sualda burada artıq baxırsınız ki, şəxsdən söhbət gedir. Photographs və burada isim var. İsim olduğuna görə artıq yəli hal kimi təklif edəcək bunu. Yəni bu. My cousin's house is very beautiful. Söhbət kuzenimdən getmir. Kuzenimin evindən gedir. It. Gördünüz, hardan hara gəldik. It has designed it. Bir dəqiq, indi görürüm, evə dizayn verməkdən danışır. Mən biraz tələsdim. Itself. O özü öz evinə dizayn verib. Belə bir cümlə demək istəyir. Burada artıq kuzenim qadın və ya kişi olmasına baxacaq. She ilə himself getməyəcək. I ilə myself getməyəcək. Çünki has var burada. They himself has burada çıxdı. 2-3 var mı? Var. A variantı. We study in the same school. So John and I see. Deyir ki, biz məktəbdə eyni vaxtda oxuyuruq. Beləliklə John və mən bir-birimizi hər gün görürük. Bu zaman istifadə edəcək icazədən. Babından. Sonra 1243-də My aunt makes all her clothes. Aunt qadın cinsindədir. Xala bibi deməkdir. Ona görə herself yazın. Did you paint the kitchen? Yourself. Yourself was. 1-4 var. Var. Sonra I hope you like present. I'll choose it. I hope you like present. Present burada isimdir. Özündən sonra isim istəməyənləri kənarlaşdırın. Chosen it ourselves. Like our present. It. I chosen it. I have chosen it myself olacaq burada. Mən deyirəm ki, sən mənim hədiyəmi bəyənərsən, bunu deyir, özüm seçmişəm. Axı burada deməli, özüm versiyasında D variantı daha doğrudur. Buradakı şəxs əvəzli we olsaydı, she olsaydı, məqsəd başqa cür olacaqdı. 1246-cı sualda let introduce to fiil. Baxaq. İndi birinci şəxs əvəzli ilə gəlsə, onunla davam eləyək görək. Me, myself, you. Mən, özümü, sənə. Babadır. Ya variant. Digərləri mən, sənə, səni. Biz özümüzü onların çox belə qarışıq cümlələr əmələ gəlir digərlərində. Sonra 1247-ci sual. Let him introduce.
Deyir icazə verin o. Öz-özünü təqdim eləsin. 1248-də. Sonra behave fiildir. Teacher told us. Bizə dedi. Biz özümüzün davranışları. 1249-da. Who did your homework for fun? Kim deyir? For you. Ev tapşırığını deyir, kim eləyib? Deyir, heç kim. Bunu mən özüm etmişəm. İndi baxaq. Nobody yourself uzlaşma yoxdur. Qalanlardakı inkarlıq yoxdur. Ona görə A variant olacaq. C-dən. C-də burada myself-la verib someone-landır. Hə, ona görə götürmədim bunu. Aha. Düzdür. Həmişə variantları təmizləyirəm. Birdən gözüm sataşdı. Keçəm 1250-yə. My cousin is very selfish. Selfish xoşa gəlməz axmaq deməkdir. Kuzenim həmişə öz-özünü düşünür. İndi şəxs əvəzlərə baxın. Aynen myself olar. Prosta mən özümlə danışmıram axı. Kişi ilə qadın, qadınla kişi şəxs əvəzləri olmadı. Mən kuzenimlə danışıram. Mənim özüm haqqımda fikirləşməyən onun nə dəxili var? 2 və 3. 2-3 qaldı. Düzmü çıxdım variantları? Həmə 2-5 olmadı. Hayda. Nə deyib, nə götürürəm? Tərsinə çıxmışam variant. Hə, düzəltdim indi. Elə biləm buradadır. 2, bu da 5. Hə. Düzdür. Təşəkkür. Sonra 1251-də Sandra və Angela lost. Burada 2 nəfərdir. Və isim yoxdur. Ona görə C yazacağıq. Chris burada xitab eləmişik. Və xitab da təkdədir. Yourself verəcəyik. Sonra 1253-də Alex və Kate bir-birlərinə baxırlar və gülümsüyürlər. 2 nəfər bir-birinə baxır deyə icazə verə bilərsiniz. Sonra onlar özlərinə baxırlar. Bir də bizə baxıb gülürlər. Çünki look at sözündən sonra we getdi. İsim yoxdur, burada çıxdı. 2 nəfərdir deyə bu da getdi. Tak deməli 1, 5, 6 olaraq qalacaq bu variantı. Sonra Ben və Tom tez-tez bir-birlərinə məktub yazırlar. 2 şəxsdən danışıram deyə söhbət icazədən gedəcək. Some people artıq Z ilə versəm burada şəxs əvəzliyini. Z ilə də themselves gedəcək. Everyone does it. Days cəmdədir, ehtiyatlı olun. Bunlar those uzaqdır. These verəcək. These days. Bunu edirlər bu yaxın günlərdə. 1257-də Everyone. İndiki zamanda deyə zizdeyiz verdik. O günlərdə eləyirlər, zozdeyiz verəcək. Burada zamana görə hərəkət edirik. Bu indiki zamanda bu yaxın günlərdə, o da deyir eləyərdilər. O günlərdə. Biz demirik, o vaxtı belə olmuşdu. Bax, həmin cümlələrdir. Mountain təkdir. Ona görə cəmləri uzaqlaşdıracağım. Because it is far away. It-isi yox, it is. Uzaqdan deyir, görünür. B variantı. I don't know. İnkar var və people var. İnkar var deyir, samı və digərini uzaqlaşdıran.
Tam uzaqlaşdıram. Yəni badini uzaqlaşdıram, bu olacaq. Getdik. Deməli, mais cəmdə iti atım. Bu qətdən sonra da zəy gəlməz. Burada cəmdə deyə tək getdi, qalırıq A variantı ilə. Don't let him talk to. Tərəmələr. Bu cümləni tam oxuyum, sonra baxım. Nobody'ni çıxacaq, samı çıxacaq, somebody'ni çıxacaq. İndi görək burada nəyə ehtiyac var? Any təkdir, törəmə N'nin yanında olanı götürəcəm. Hə, indi düzəldi. Sonra 1262-də Have you read Jane Austen's novels? No, I haven't read of them. İnkar var uşaqlar. İndi ona çıxım. Anything əslində burada yaxşı səslənməyəcək. Burada da nan artıq inkardır. İnkar sözdən sonra sam gəlməz. Deməli, anything burada versəm, yuxarıdakı cümlədə düz gəlməyəcək. Ona görə any ilə qalıram. 1263-də. Never var uşaqlar, cümlə inkardadır. Neyzənin anı atın. İnkar sözdən sonra sam gəlməz. Ever özündən sonra of almaz, bir dənə any. Incorrect, yanlış istəyir, səhv variant istəyir. Özündən sonra of gəlməz, bir dənə evriddə. Avtomatik budur cavab. Digərləri özündən sonra oflu birləşmələri çıxış edə bilirsiniz. Aha, 1265-əm. I'm sorry we haven't. İnkar sözdən sonra inkara ehtiyac yoxdur. Sam'a ehtiyac yoxdur. Is there any fruit? Sual cümləsində bunlar da gəlməyəcək, doğru deyil. Bəli, A variantı ilə qalacaq. Samın törəmələri burada bizə problem çıxartdı. Daha sonra We are going to the beach. Would you like? Artıq baxırsınız, sual cümləsi would you like to come with? Hə, burada istəyirsənmi bizimlə, bizə qoşulmaq, bizə gəlmək. Obyekt əvəzliyi sadəcə burada B variantındadır. Have you got brothers or sisters? Have you got any brothers? Ümumiyyətlə, bu donmuş suallara aiddir. Bunu tez-tez səsləndiririk. Bacı və ya qardaşım varmı? Sonra, the banks were closed so I couldn't. Money isimdir. Törəməyə ehtiyac yoxdur. İnkar sözdən sonra sam gəlməz. İnkar olmaz. Qalırıq C-lə. Reading can help the expand. Imagination isimli uşaqlar. Bunlara ehtiyac yoxdur. Your olacaq. I have been teaching. Mən deyir sənə rus dilini, yox, mən deyir özüm rus dilini 5 il müddətini öyrənmişəm. Özüm öyrənmişəm myself. Cavablarınızı yoxladınız. Kimin neçə səhvi, neçə düzü var deyin, zəhmət olmasın. Məndə səhv yox. Məndə 3 dənə səhv var. Əsas odur, gedişatı başa düşdünüz, nəyi necə götürmüşük, hansı ardıcılıqla gedir. Bəli. Nar xanım, səndə necə səhvdir? Araş, Aylin, səhvlərinizi deyin, zəhmət olmasın. Beş. Sonra ümid edirəm ki, təkrardan sonra 0 səhvlə davam edirsiniz. Ümumiyyətlə, bunlar indi quizlərində göndərəcəm sizə, quiz işləyəcəksiniz. Bugün... Aha. Burada baxdım, başa düşmədiyin hissə oldu sənin. Sən hələ test tapşırığı göndərməmişdin.
Səsim getmədi deyəsən. Okay. Bir dənə Məhbuddan mən cavab ala bilmədim. Testlərlə bağlı çətin gəlmədi sənə? İşləmişdin ümumiyyətlə bunlardan? Səsin gəlmir, bəlkə də danışırsan orada. Okay. Əvəzliyi sağ-salamat başa vurduq. İndi mən sizə dərsi dayandırım, çəkilişim.